Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayıram. Qardaş, xoş gördük sizi Bərdə Maşın Bazarında. Sizdə də Opel Astra. Bəli. Buyurun, məlumat verin bilək, necə maşınımız? 2008-dir, 1.4 benzin Ecoflex-dir, 116 gücüdür. Maşın dolu vəziyyətdədir, yəni hər bir şey var. Ulduz tavandan tutmuş, ayaq altışına kimi. Nə vaxtdan maşın sizdə? 2 ildən artıqdır, öz adımadır. Aformut elətdiniz? Bəli, öz adımadır. Lap yaxşı. Alandan sonra xərciniz olub maşına? Xəstəyənə təkər diski qoymuşam, dəyişmişəm. Bahalıdır təkər diski? Bəli, 1390 manat vermişəm. Təkər diski, kalsolar var. Onlarla bir yerdə. Maşınımızın ümumiyyətcə içərisi də elə biləm, yığılıbdırmı? Bəli. Zavoddan gəlmədi? Yox, yığılmadı. Mebel ruldur, Android monitordur, arxa kameradır, kolye salondur. Oturacaqlar da sonradan dəri çəkilib, hə? Bəli. Qol altıdır, bahalı 100 qol altıdır. Tavan da mı siz eləmişsiniz? Bəli. Belə almışam, yəni yığılıbdır. Hə, sizdən əvvəl Bəli. onlara. Maşınımızın mühərriki nədir? 1.4 benzinli Ecoflex-dir, 116 gücüdür. Necə işləyir motoru? Sakit, yəni açılmır, radno nədir odur? Yağ atması, səsi? Xeyr, heç bir şey. Yanacaq sərfiyyatdan qədərdir? Şəhərçi tras daxil 6,5. Kondisioner də yaxşı işləyirmi? Bəli, qazma kimi tonlu vurulubdur. Lap yaxşı. Korobkada vəziyyət necə? Mexanikadır? Bəli, 5 skorçlu mexanikadır. Yəni atmasada heç bir şey yoxdur. Hər şey qaydasındadır. Ön çəkən maşında bunlar? Bəli. Pedokda vəziyyət yaxşıdır? Bəli, sırğalarını təzədir, təzə dəyişmişəm. Vijimnoydu təzə dəyişmişəm. Yağ da açıqdır, at sanlıydı, motorun at sanlıydı. Hamısını təzə qoymuşam. Maşında 1 qramdan səs-küy heç bir şey yoxdur. Hətta deyirsə avtopilot da var. Bəli, avtopilotdur, əldə tormozlanmasıdır. Ne güzel. Multisükandır. 4 dənə qapının 4-ünə də karbon audio səs sistemidir. 4 dənəsi podium polkadadır, uslu teridir. Monitordur, arxa kamerasıdır, hər bir şey var. Aparatura sistemi bahalıdır mı? Bəli. Maşınımız qəşəng hazırlanıbdır. Çox sağ ol. Yəqin ki, problem olmaz bu maşın. Xeyr. Mən özüm hərbiçiyəm. Allah Həftədə bir dəfə sürürəm, yəni 5 maşın qarajda olur. bütün hərbiçilərimizi qorusun inşallah. Sağ olun, Allah razı olsun. Aynalarda vəziyyət necədir? Benson Patpresdir, hamısı 2008-in aynalarda. Bir dənə ön aynasında çıtlaq görürəm. Bəli, onu daşlayaq. Balaca bir şeydir, Bəli. yəni ehtiyac yoxdur heç dəyişilməyə. Görürsən Patpres özü bahalı Patpres, ona görə dəyişdirmirəm buna görə. Şiti təmizdir. Bəli. Oturacaqlarda tabiəyək demişik, qəşəng oturacaqları var. Maşınımızın dəyişiləni heç bir şey. 2 dənə yerində əl boyda kusok kraskası var. Hətta kraska da yoxdur. 2 dənə yerində var. Bir kapotun ucunda bir dənə var. Zavoddan gələn kraska. Bəli. Gözəl. Qiyməti neçədir? Qiyməti 14.500 deyirəm. Real razı olsa qiymətə yönəlişərik. 14.500. 14.000-lə vermək olar? Bəli, real razı olsa vermək olar. Hansı rayondasınız? Mingəçevir şəhərində. Mingəçevir şəhərinə gəlsinlər. Əlaqə nömrəniz? 055 278 46 90. WhatsApp-ı var. Yəni Libo birimi yəni yaza bilərlər. Uğurlar arzu edirəm. Çox sağ olun, Allah razı olsun. Siz də sağ olun. Alt hissəsini qaldırmaq olar? Qardaş, Allah xeyir versin. Çox sağ olun. 06 maşını satırsınız. Bəli. Buyurun, məlumat verin bilək, necə maşındır? Maşın öz adımızadır. 2018-dən bizdədir. 1.91-dir, 03 motor, 5 korobka, 03 də mostur. Təzə yığılıbdır. Bir çox şeylərdə təzədir. 4200-də deyirəm. Xeyli vaxtı maşın sizdədir, indi yığdırmısınız deyirsiniz. Hə, yayda yığılıb. Səntləri necədir? Qaydasındadır mı? Qaydasındadır, öz adımızadır. Hə, çox gözəl. Maşınımızın mühərriki 03. 03 mühərrikdir. Necədir mühərrikdə vəziyyət? İl yoxdur yığıldı. Yağ azaltma, səs. Xeyr. Hazırda Yoldan problemi yığılıb. yoxdur Xeyr. motorun. Korobkası nədir? Korobkası da 5'dir. Atması, səsi. Xeyr. Bez problem. Diferdə səs. 03'dür, bu da bez problem səsi. Səsi yoxdur. Altı necə? Çürüyüb bəli. Təmizdir. Heç ümumiyyətcə olmayıb, yoxsa olanları çıxarmısınız? Yox, olubsa çıxartmışıq. 91-dən bərində.
Danqrat yerlər salamat. Salamatdır, maşın təzə yığılıbdır. Gözəl. Peredokda səs-küy. Xeyr, təzə yığılıbdır. Qabaq təkərlər heç bir həftə dövüşdən vuruldu. Ha, təkərlər Peredokda yaxşı. noldan yığılıbdır. Eynidirlərmi təkərlər yoxsa fərqlidir? Yox, qabaqlar təzə vurulubdur. Yox, eləsini demirəm, yəni firma olaraq. Firma olaraq yox, qabaqlar Fərqlidirlər. Hə. Maşınımızın dəyişilənlərini bilirsinizmi? Hə. Qapı, kril, kapot. Hə. Hansılardır? Beldən aşağı üzbür hamısı dəyişikdir. Hamısını da. Siz eləmisiniz yoxsa? Hə, özüm eləmişəm. Lap yaxşı. Kosmetik işi, kraska da deyilə biləm. Təzə vurulub kraska. Kraska yayda vurulubdur. Yoxdur kosmetik işləri. Xeyr, xeyr. Maşınımızın Bir çox aynaları. yeri təzə dəyişir. Papilesdir, tarpetdir, peredok təzə yığılıb. Mən 91 maşında Qırçat yoxdur elə biləm şüşələrdə. Yox, yox, təzədir. İşdə necə vəziyyət? İşi də təzə qoyulub, yayda İşdə yığılanda. Oturacaqları da hətta dəyişdirir. 07 Oturacaqlar gələndən belədir, prosta yığdırmışam. 2 il olar yığdırdım. Cırığı, söküyü, çöküntüsü yox. Xeyr, göründüyü kimi. Maşınımız yaxşı maşın. Qiymətindir, qardaşlar da gözləyir. Qiymətini 4200-ə deyirəm. Real alıcı ilə razılaşmaq olar. İl 91. 4200'e. Motor nerede? 03. 5 də korobka. Qardaşlar almaq istəyir. İnşallah elə bunlara qismət olar. İnşallah. Baxırlar. Aparatura sistemindən belə var idi. Bahalıdır mı aparaturası? Normaldır da. Qiymətin də 4200 deyirsiniz. Hə, bəli. Endirimi nə qədər eləyəsiniz? İndi alıcı ilə danışmaq olar da indi yerində. Ben de oradan çıkarsam 1200'ler. Nə qədər? 1200, 3000. Amma Allah Almaq kökündən istəyən baltaladı. 3000. Qardaşlar 3000 almaq istəyir. Nə qədərdir? Endirim eləyən bunlara verək getsin maşını. Ya, indi alanla satanın arasında o olur. 3700 nətərdir? Mən qiymətini deyim. 3-8-ə vermiyorlar. 3.8. Qardaş 3.8. Bakın Baxırsınız? Hə, inşallah. Hansı rayondasınız? Mingəçevir. Sizdən Mingəçevirdə. Əlaqə nömrəniz? 070 680 08 90. Uğurlar arzu edirəm. Çox sağ olun. Siz də sağ olun. Qardaş, xoş gördük sizi Bərdə maşın bazarında. Çox sağ ol Ayqa. Allah sizdən razı olsun. Bildirdiyinizə görə bizim kanalın izləyicilərindənsiz. Hə, sizin kanal orada Rusiyadan Rusiyada izləyirmişsiniz. Hə. Baxırıq. Cəmaata məlumat verirsiniz ki, cəmiyyətimizdə bu şeydən yararlanır, faydalı işlərlə məşğulsuz. Allah razı olsun. Bütün izləyicilərimə salam göndərirəm. Biz də bizim Qürbətdə yaşayanlara da Allah can sağlığı versin. Sağ-salamat dönsünlər öz vətənimizə Amin. inşallah. Amin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Allah millətimizdə qorusun, həmişə birliyimiz yerində Amin, qalsın. amin. Sabah da zəfər günüdür. Ha, inşallah. Böyük bayramdır. Bayramımız mübarək olsun. Neçə illərdir biz Zəfər bayrama günü həsrət idik. Həsrəti ilə bütün Azərbaycan xalqının öz adından və bizi sevənlərin adından təbrikə qoşuram Ayqa məndə. Azərbaycanın 72 dənə rayonu var. Bölgəyə bölmək olmaz. Hamısı bizimdir. Bəli, bəli. Yaşasın bütöv Azərbaycan. Yaşasın bütün Azərbaycan. Çox sağ olun. Ayqa. Qardaşım buyurun. Maşınımız da Opel. Maşının Opel Astra 2005-in. Kondisioneri var, monitor kamerası, YouTube-dan olan televizorunda. Android monitoru. televizoru. Korobkası, motoru, xadavoy. Bir dənə problemi yoxdur. İli neçəydi? 2005-dir. Siz nə vaxtdan işlədirsiniz? Mən 2 ildir bizdədir bu maşın. Ondan qabaqda xalam oğlunda oldu. Belə götürəndə 7 ildir bu maşın bizim qapıdadır. Hə, lap gözəl. Yəni öz qapımızın maşını. Mən də xaloğludan götürəndə deyir ki, bir dənə bunun kosmetik ehtiyacı var, bilirdim. Hələ Siz xərc çəkdinizmi maşınınıza? maşına bu arada Paul'un xadavoyunu tərtəmiz yığdırmışım. Motor nə idi? Motor 1.4 sadə eşin. Benzindirmi, dizeldirmi? Benzindir, benzin. Benzin mühərrikdir. Yığdırmadınız, açdırmadınız? Yox, maşının motorunda Allah'a şükür ki bir dənə problem olmubdu. Saat kimi dişliyir. Yağ azaltması, səsi. Yağ azaltması, səsi, küyü yox. Heç bir problemi yox. Otur sür maşını. Aha, maşınımız da 266 min kilometr 166 min göstərir. kilometrədədir. Orijinal probektəndir. Ötürücülər qutusu mexanikadır. Ötürər qutusu mexanik. 6-dırmı, 5-dirmi önə? 5 önədir. Necədir orada vəziyyət? Problemi Yaxşı, yoxdur ki? Yox, heç bir problemi yox. Otur sür maşını. Bir çöldən çölə nətər görürsünüz, kosmetik ehtiyacı var. Bir kraska ehtiyacı var. Belə Peredokda götürün. səs-küy yoxdur. Öndə. Peredoqun polnusu təzə yığdırmış. Qranatlar filan. Qranatda, zadda heç bir küy, səs, heç bir şey yox. Nə gözəl. Bir arxa 2 dənə təkərləri biraz zəifdir. Qabağa arxa eləyib 2 dənə qabağa təkər lazım. Vəssalam.
Disklərdə sadə disklərdə Qada qalpaqla. disklər də özünkü üstünə də qalpaq çəkilib də görünən. Altda zədə yoxdur. yox, Maşınımızın yer zədəsi, kolunda. uduruğu yoxdur, dəyişilən detalı yoxdur. Dəyişən detal yox. Yoxdur. Öz maşınımızın. Yəqin ki, əvvəllər kraskalanıb. Əvvəlin Yoxsa bilmirsiniz? ona qaranti deyəmərəm. Bizdə olan müddətdə 7 il ərzində bu maşına kraska deyilmir. Hazırda kraskalansa daha qəşəng olar. Üstündə Hal-hazırda də kraska bozarmalar indi- başlayıb. Hər maşının özünün qiyməti var da. Kraskanın kraska qiyməti var, kraskasının kraskası qiyməti. Əlbəttə. Aynalarda vəziyyət necədir? Şüşələrin qırığı çatı Qırığı, yoxdur ki. çatı, patı, heç bir şey yoxdur. Dördü də düymə iləndir, yoxsa ikisi Yox, önlər? önlər düymənəndə, arxalar əlindir. Kondisioner deyirsə yaxşı deyil. Kondisioner işləyir. Qazı vurulu vəziyyətdə də işləyir. İşti təmizdir. İşi təmiz. Oturacaqlarda bir dənə sürücü oturacaq tərəf çəkilir. deyəsən çöküntü var. Biraz 2 dənə qabaqlara əl gəzdirmək lazım. Arxa nətər lazımdır, 2 dənə qabağa əl gətirmək lazım. Qiyməti neçədir? Hələ 9-a deyirəm, olan işlərinə görə bir yönləşərik. 8000 sayan olsa nə deyək? 8000 yuxarısı bir 8004, 83 yönləşmək olar. Hansı rayondasınız indi? Mən hal-hazırda Mingəçevir rayonunda yaşayıram. Mingəçevir şəhərindəsiniz. Lap gözəl. Əlaqə nömrənizi də deyin. 055 470 45 12. Allah bazar versin Çox qardaş. sağ ol qardaş. Allah Siz də. əlini qolunu var eləsin ki, cəmiyyətimizə faydalı bir işlərlə məşğul olsun. İnşallah, inşallah. Mən də elə düşünürəm ki, faydalıyıqsa nə gözəl. Və faydalısınız. Biz də oradan baxırıq, maraqlanırıq, görürük ki, hansı maşını neçəyə yönləşmək, neçəyə almaq olar. Uğurlar bir daha qardaş. Çox sağ ol. Allah sizdən razı olsun. Sağ ol. Qardaş, Allah xeyir versin. Sağ ol. Maşınımız 04 gedir də. Nə oldu? Hə, buyur, məlumat ver. 2003 bezdetal maşın. Yəni baxılmış maşındır. Nə vaxtdan sizindir bu maşın? 15 ildir bizdə. 15 il. Hə. Uğurlar arzu edirəm. Hə. Kim işlədirdi? Belə özümüz işlədirik. Yəni baxılmış da maşındır. Sənədi nədir? Aformut olunub yoxsa Hə, etibarnamədir? Öz adınız olan Öz maşındır. adımıza olan maşın. Aha. Maşınınızın mühərriki nədir? 1.5 03 Niva motor. Necədir mühərrikdə vəziyyət? Yaxşı qəşəng. Yağ azaltması, Heç səsi. nəyəm, heç. Sonuncu dəfə nə zaman yığıldı mühərrik? Sonuncu dəfə elə 1-2 il bundan qabaq. Hə, hazırda mühərrik yaxşı. Hə. Hər şey maşın. Korobka 5 olur da Hə, bunlardan. 5. Vəziyyət necədir korobkada? Yaxşı, heç nəyəm, tam ideal vəziyyət. Atma, səs yoxdur. Heç nəyəm. Difer də səs yoxdur. Heç nə səssiz adı yox. Altı necədir? Polo. Qəşəng. Çürüyü, pası. Heç nəyəm. Ümumiyyətcə olmayıbdı, yoxsa olanlar çıxıb. Yox, heç olmuyor. Olsa da 1-2 dənə yerində oldu, o da çıxartdı. Tanqrat yerləri salamatdırmı? Hə, hamısı. Pedokda səs-küy yoxdur. Heç nəyəm, heç. Təkərlər də ki, hələ ki işlətmək olar, Hə, normaldır. təkdə təkərlər. Dəyişilən dirsiz yoxdur. Heç nəyəm, bez detal maşın. Qapı krel, kapotam sözünü ki. Hə. Nə gözəl. Kraskanı nə zaman vurdurdunuz? Kroska təzə kraska. 1 il olar. Kosmetik yoxdur ki hazırda. Heç Qopan yeri nəyəm, yoxdur otur ki. sür maşındır. Aynalarda vəziyyət necə? Qırıq çat yoxdur. Heç nəyəm, heç. Şüşələri yaxşı. Əllə Gördüyünüz- qalxırda yəqin ki, Hə, eləmi hə. şüşələr? Hə. İştin üstü bağlıdır, bilmirəm. İndi altında çat var, zədə Hə, var. elə belə o tarpetin üstündə belə çat var. Oturacaqlar təmizdir. Hə, hamısı cırığı, təmiz. Üstünə söküyü çıx oldu. yoxdur. Maşınınız yaxşı maşındır. Hə, tərtəmiz. Bunun üstün bagajı varmı? Yoxsa bagajnik? Yox, yoxdur bagajı. O da olsa da cərmədir. Amma əvvəllər elə bilən bağlanıbdı. Hə. Bağlanıb deyil, yerləri də var. Yerləri Elə var, hə. çox da elə belə süpürgə zad vurmaqdan ötəri. Maşınınız normal maşındır. Hə. Qiymət neçədir? 7000-ə deyirəm. 7000-ə Real deyirsiz, alıcıya indirim var. indirimdə 6-5 təklifi gəlsə, Baxar. hansı rayondadır maşınınız? Bərdar oyun. Əlaqə nömrəsi? 050 622 44 11. Allah bazar versin. Sağ ol. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. Sağ ol qardaş. Çox. 06 maşınınızı satırsınız. Bəli, bəli. Buyurun, məlumat verin bilək necə maşındır maşınınız? Bəli. Necə maşındır maşınınız? Yaxşı maşındır. İlli 99-dur. 1.6 motordur. 5800-ə verirəm, illə 99-dur. Nə vaxtdan sizindir maşın? 3 ildir məndə. Aformut etibarnamə. Yox, etibarla aformla mənim adıma. Öz adınızda olan Bəli. maşındır. 3 il içərisində xərc çəkmisiniz maşınınıza? Bəli. Nələr Mənim düzəltdin? yerlərimə. Nə düzəltdirmisiniz? Şarabaların zam dəyişmişəm. Mühərrik 06-dır. Bəli, bəli. Mühərrikinə heç baxdırmadınız? Yox, yox, elə sürürəm. 3 ildir elə sürürəm, heç nə eləməmişəm.
Yağ azaltması nə qədərdir? Azaltmaq başlayıb bir ay azda yarım litr zad azaltmaya. O da salnikindən. Salnik Axıdan yeri var. Yox, salnik quruyubdu proqratqona görə. Aha. Yəni açılıb onu düzəltdirmək lazımdır da yəqin Bəli, ki. bəli. Mühərrikdə yağ azaltması var. Səsi yaxşıdır amma Yaxşıdır, hə. korobkada vəziyyət necə? Yaxşıdır, 4 qara. 4-dür. Atma səsi yoxdur. Heç də. Difer necə? Yaxşı, salamat. Səs yenəmir. Yox. Altında vəziyyət, polunda. Salamat. Bir dənə tanqrat yerində biraz çürük var. Birində yoxsa hamısında? Bir tərəfində. Şofer tərəfdə. Başqa yerlərdə çürük Yox, yoxdur altdan. Periodokda səs-küy. Çək. Bu da yaxşı. Təkrar elə biləm yaxşıdır. Hamısı təzə. Dəyişənləri hansılardır? Qapı, kril, kapot. Mən bunu belə almışam. Dəyişmək vallahi deyirlər heç nə yox. Sizdə zədələnməyibdi. Sizdən əvvəldəki Məndən qabaqda bilmirəm nə var nə yox. Yəni mən belə almışam, belə satıram. kraska vurdurmadınız ki? Xeyr, belə almışam. Kosmetik işi yoxdur. Xeyr. Aynaları necə, şüşələri? Yaxşı. Qırıq çat yoxdur ki? Xeyr. Əllə mi qalxır yan aynalar? Bəli. Amma qapılar tutmamış. Qapılar putla bağlanır. Şiddə zədə yoxdur. Xeyr. Oturacaqlar yaxşıdır. Bəli. Aparatura necə? Yaxşıdır. 6 kolonqa, super hamısı var. Maşınımızın qiymətini də deyirsiniz. 5800. İndirim nə qədər? Endirim də 5-ə verməyəsiniz. xeyr. 5300. 5500. Hansı rayondasınız? Tərtərlan. Əlaqə nömrəsi deyə bilərsinizmi? 051 835 7019. Uğurlar. Sağ olun, çox sağ olun. Qardaş, Allah xeyir versin. Çox sağ olun. Sizdə də 06 maşın. Buyurun məlumat verin. Bilək necə maşındır? İl 2005-dir, zavoddan bizdədir. Bir zavodun maşını. 2007-dən bizdədir. 2007-sidir. İkinci sahibisiz, yoxsa elə təzə idi siz almısınız, yoxsa necə? İkinci sahibidir, elə o da təzə almışdı, prosta elə satdı bizə aldı. Demək olar ki, birinci sahibi. Gözəl. Xeyli vaxt maşın sizdədir. Elə demək İndi olar. inşallah satıb daha yaxşısını mı alırıq? İnşallah fikrimiz yenə markadır. Maşınımızın mühərriki 06 olmalıdır, elə mi? Bəli, Onlardan hər şey zavod. Motor, Nə kar. zaman yığdırdınız motoru? Motoru yığdırmamışıq, zavod üstünə gəldi. Elə necə gəlib bu vəziyyətdədir? Nə gözəl. Yağ azaltması nə qədərdir? Yaz atmağı yoxdur. Səsi yaxşı motorun. Normaldır. Korobka nədir bunlardan? Karafka 4. Atması, səsi yoxdur Heç korobkanın. bir problem yoxdur. Mostu qadı, hamısı ideal vəziyyətdədir. Aha, most da yaxşı. Altında vəziyyət necədir? 6 gül kimidir. Üzünə Çürük pərdə pas. aldı da elə. Ümumiyyətlə çürük pas olub olmayıb? Yox, Altında. çıxartdırmamışam heç nə, əl vurmamışam. Danqrat yerlərdə salamatdırmı? Salamatdır hamısı. Nə gözəl. Periodokda səs-küy yoxdur. Peridoku yığdırmışam mən onu. Təkərlər necədir? Təkərlərdə hamısı təzədir. Təkərlər də yaxşıdır. İdeal vəziyyətdədir. Dəyişənlərin də deyin də bizə. Dəyişən yoxdur, zavod maşını. Qapı, kril, kapot. Hamısı özlü. Yüngül kraska olunubdur, amma dəyişən yoxdur. Kraskası yaxşıdır. Kosmetik işi yoxdur da. Kosmetik işi var. Var. Yüngül üzdən elə bir asfalt olub da. Yox, olunub olmasıdır. Olubdur. Hamısı Din elə. yoxdur deyirəm problem. Heç bir problem yoxdur. Maşınımızın şitində yoxdur zədə. Qırıq çat yoxdur. Yox. Oturacaqlar yaxşı. İjin zavodskoya oturacaqlar üstündə. Ön alın şüşəsində bir yerdə çıxdağı var. Həbbi də Sədəf ora qoydu. çıxası. Yan aynalar əllə mi qalxır? Əllə qalır. Maşınımız normal maşındır. Qiyməti neçədir? Qiymət 6500 deyirəm. 6500. Real alıcıya endirim olur. 6000 təklif eləsələr. Real alan olsa Əlaqə saxlasın. Hansı rayondasınız? Gəncə. Əlaqə nömrəniz? 055 920 0072. Allah bazar versin. Çox sağ olun. Siz də sağ olun. Qardaş, Allah xeyir versin. 07 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin bilək. Necə maşındır maşınınız? 07-nin ili 2002, rəngi gümüşü göy metalik. Bakaven stoykalar çiçək kimi. Nə vaxtdan sizindir maşın? 3 ildir məndədir, öz adımadır maşın. Elə bu vəziyyətdə mi almısınız, yoxsa siz alandan sonra xərc çəkmisiniz maşınınıza? Altına 4 dənə lasta təkər vurmuşam. Cavab ver gənc. İstəyir, qardaşımız istəyir. Bəlkə aldı. Nəyi soruşsan, qardaş buyurun. Soruşun. Qiyməti. İli 2002, qiymət 4700. Allah xeyir versin. Sağ Allah razı olsun. olsun. Allah sizə də. Soruşub getdi qardaşımız. Xərc çəkmisiniz deyirsiniz maşınınıza. Bəli. Nələr düzəltdirdiniz? Altına 4 dənə lasta təkər vurmuşam. Yüngü var bəzi şeylər eləmişəm də maşında.
Motoruna heç baxdırmadınız. Motor çiçək kimdir. Yağı necə tökürəm o formada çıxardıb. Yəni çölə 06-dır tökürəm. motor. Bəli, bəli, 06 motor. Yağa Beş zapastırsı karovka, yox, səsi yox. Mostunda səsi yox. Yox, motorun özünün səsi yoxdur ki. Çiçək kimi. Motora yəni mən cavab deyəm. Korobkanın atması, səsi. Yox, heç bir şey. Beşikdə Bəli, dedik. 5 skoriz, diferində səs küyü heç nə yoxdur. Polda çürük, pas. Çürük söhbət tapılsa, yəni maşın pay verir. Olanlar çıxıbdımı, yoxsa heç çürümüyübdümü? Yəni heç çürümüyübdür. Yəni Danqrat yerlər salamatdır. bəli, hər bir yer salamatdır. Yəni bu maşının puluna hələ svarka dəyməyib. Ha, Peredokda səs-küy yoxdur. Öndə. Çiçək kimi, heç bir şey yox. Təkərlər də ki, hələ ki işlətmək olarmı? Bəli, bəli, hələ ki işlətmək olar. Maşınımızın dəyişilənləri hansılardır? Qapı, treyl, kapı. Varmı Öz nəsə? detallarıdır. Yəni Zavodunkilərdir. yəni şpakulovka yəni çöldən sonra işlər görülübdü. Yəni sürtünmə belə şeylər olubdu, amma udar söhbəti yoxdur maşında. Maşınımızın əvvəlki rəngi qırmızı olmayıb ki. Bəli, bəli. Əvvəlki rəngi qırmızı olub, bu rəng zavodçu qoyulmur. Yəni bu sonradan vurulma rəngidir, retki olan bir rəngdir. Məsəl üçün bu bazarda demək olar ki, bir dənədir bu rəngdən. Sənəddə qeyd olundumu? Bəli, bəli. Maşınımızın müəyyən yerlərində də belə kosmetik işləri var elə. Yüngü varial gəzdirilməlidir. Ön buferində də əyrilik görürəm. O nədəndir? O elə bir ki, qabaq paneli bardiyora çox yaxın saxlayanda bardiyora vurmuşam. Biraz içəri batıb. Ha, maşınınızın şüşələrində vəziyyət necə? Aynalarda qırıq yoxdur ki. Nə qırıq, nə cızıq heç bir şey yoxdur. Əllə mi qalxır aynalar? Yoxsa Xeyr, düymədir? podyomnikdir. Önlər yəqin ki, elə. Bəli, bəli. Ön Şüşələr, qapılar podyomnik. torpedi salamatdırmı? Yox. Bəli, bəli. Torpedində bir yerində burada çat görürəm. Yəni, o çox cüzi bir şeydir. O diqqət eləməsən heç bir şey. Təbii ki. Elə adam var hər şeyə diqqət edir. Elə adam var deyir, Ha, mənim olsun. üçün maşın olsun, sürüm Bəli, gedim. bəli. Çıxoldu elə oturacaqların üstündəkilər. Yəni Cana tıxoldu, sürünmələr var. tıxoldu, Hə. bəli. Amma Originalı yəni, necə? Orijinaldakı yaxşı vəziyyətdədir. Pult sistemi var, hə? Bəli, Qapılar bəli. pultdan bağlı, Pul bagaj sistemi, açıyor. bəli, bəli. Bagaj Qiyməti dedik, neçə dedik? 4700. 4700 dedik. 4000-ə verək. Bütöv 4000. Bax, izləyicilər baxır bu dəqiqə. Gələn olsa, yəni Məcbur eləmirəm, biz təklif eləyirik ancaq. hə, gələn olsa razılaşmaq olar. Hansı rayondasınız? Hara Bərdə gəlsin? rayon Qazaxlar kəndi. Yəni Bərdədə Telefon nömrənizi deyin onda. 050 386 0306. Allah bazar versin qardaş. Allah razı olsun, çox sağ olun. Siz də sağ olun. Qardaş, Allah bazar versin. Çox sağ olun. 06 maşındır sizdə. Bu günlərim desən ən çox 06-lar çəkirəm ha. Prosta Hə. maşınınız cəlb elədi rəngi məni. Hə, rəngi biraz fərqli rəngdir. Özümüzün əl işimizdir. Dost uşaq var Okras Qaliyev. İli 99-dur. Motor 06, korobka 5. Mosta səs yox. Maşın 90% şeyi təzə yığılır. Nə vaxtdan maşın sizdədir? Maşın 1 ildir bizdədir. Bu vəziyyətdəmi yoxsa alıb düzəltdirmisiniz? Yox, alıb düzəltdirmişəm də. Biraz ağsaqqal vəziyyətində idi, belə deyim. Ümumiyyətcə bu işlə məşğulsunuz? Bəli, Alıb özüm yığdırıb maşın. satırsınız Yox, mı özüm yoxsa? maşın ustasıyam. Özünüzdə. Hansı hissələrinə baxırsınız maşının? Elə mallarına da baxırıq, xadavoyuna da baxırıq. Da yəni Universal mısınız? bəli, bəli, vaz sisteminə, Jiguli sisteminə. Motorxanasına baxa bilmirsən? Motoruna. Baxıram o motoruna. Bunun motoru nədir? 06 motordur. Necədir motorun vəziyyəti? Normal, yəni nə yağ yeməyi zar, heç nəyə yoxdur. Nə vaxt yığıldığı bilinirmi? Yığıldığı yəsin dediyinə görə 1 il olmaz heç. Yağ azaltmadır, səsdir. Yox, heç bir şey yoxdur. Maşında hər bir şey qaydasındadır. Sənədləri soruşmadıq. Sənədlər necə? Sənədlər öz adıma formutdur. Texsimotu sığorta aprel ayına kimi var. Cəriməsi yox, tərtəmiz maşındır. Hə, çox gözəl. Maşınımızın korobkası nədir? Korobkası 5-dir. Atması, səsi. Xeyr, yoxdur, heç bir şey. Difer də vəziyyət necə? Difer 06 diferdir. Kardan Səsi da yoxdur. təzədir, yox. Onlar təzə qoyulub. Hamısı yenisindən alınıb. Altı necə? Çürüyüb, Yox, olmayıb. Heç olmayıb. Yox, da yox, yox. öncədən. İndi ola bilər yüngü var, o düzəlib. Yəni çürük deyilən bir şey yoxdur. Danqrat yerləri yəqin Hamısı salamat. Radnoy öz danqrat yerləridir. Peredokda səs-küy yoxdur. Yox, o da təzə yığılıb o da. Ha, maşınımızın təkərləri də təzədir. Təzədir, eləmi? diskləri də təzədir, bəli. Maşınımızın rəngi çox qəşəng rəngdir. Çox qəşəng. Gümüşü rəng, gümüşü qırmızı gedir bu texpasportda. Dəyişən nəsə varmı? Dəyişən var. Qabaq panelindən kapot dəyişmişik. Ha, digərləri özünə. Öz detallardır, bəli. Hətta maşınımız tozludur. Yəni toz olmasa lap parlaq görsən. Ola indi burada silsən, buradan da tozlanır da. Hə, Maşınlar maşın gəlib da keçir, hə. Aynalar təmizdir elə biləm. Eləmi? Qırıq. Yox, qırığı yox, zədə heç bir yoxdur. şey yox. Hamısı da işlək Əldən vəziyyətdə. qalxırmı yan aynalar? Bəli, hamısı ruşnoydur, əllə Əldən qalxır. qalxırlar.
Hər bir şeydə işlək vəziyyətdədir. İşdən üstünə çikol çəkmisiniz, altını bilmirəm. Salamat da altı. Elə belə Çat yoxdur ki. yox, bəzək üçün qoymuşam. Yəni baxa Yox, bilərsiniz dediniz burada da. bəs eləyir, ehtiyat. Hə. Oturacaqları dəyişmisiniz. Oturacaqlar DNS-dən əlavə olunub, bəli, İJ06 sistemlərdə təzə alınıb qoyulub. Aparatura sistemi birdən Yoxdur, hə. Səs sistemi ümumiyyətcə yoxdur. Ümumiyyətcə yoxdur, yox. Heç olmayıb əvvəldən. Qiyməti neçədir? 5800-də deyirik. Razılaşarıq. Endirim eləyəsiniz. Bəli, real alan adama endirim eləyərik. Deyə qardaşımız almaq istəyir, qoy qardaşımızı göstərək. Deyə bax, bu oğlan maşınımızı almaq istəyir. Özü də bizim izləyicilərdəndir deyəsən. Eləmi qardaşım? Ha, qardaşım, alamıyorum. Hə. Qardaş güzərişimiz deyil. Gəlmişdiniz əvvəlcən? Hə, biraz mən qabaq yarışmışdım. Hə, neçəyə istəyirsiniz? 5000 pulumuz var, nə gücümüz ona satır. 5000. Qardaş nə deyirsən? Yox. Almaq istəyir, real alıcı. Bilirəm, söhbət eləmişik. Allah ona da Hansı xeyir versin. Ağzabətdən. Ağcabəddən gəlib qardaşım. Tisan rayondasınız. Goranboy. Elə maşın Goranboy qeydiyyatdır. İndi son qiymət nədir onu deyin də bizə. Real alandan gəlir yanında söhbət eləyək, razılaşarıq. 5-8-ə deyirsiniz. Deyirəm 5-8-ə. 5-4, 5-3. Yox. O qiymətə fikriniz yox. 5-5, 5-6-ya da nəsə fikirləşmək olar. Telefon nömrənizi deyin. 051 582 0012. Allah bazar versin. Çox sağ olun. Siz də sağ olun. Bəhruz əmi, Allah bazar versin. Çox sağ ol, Allah razı olsun. Dəyərli izləyicilər, Bəhruz əmimiz 6 aydan bir ildən Bir maşın gətirir. bir maşın gətirir. İndi bilmirəm alverin eləyir, yoxsa elə işlədir sonra satır Yox, başqasına alır, işlədirik. Bərkə düşən kimi satırıq ki, da gedək. İşimizi yola verək. Hə, dərdimizi, sərimizi, İndi gətirdiyimiz həkimimizi yola verək. əsas odur can sağlığı olsun. Sağ ol, Allah razı olsun. İndi gətirdiyiniz maşında 099. Bəli, ili də 2000-ci ildir. Hə, buyurun, məlumat verin bilək necə Hə. maşındır. 2000-ci ildir, qiyməti də 4500, yəni razılaşma yolu da var. Nə vaxtdan sizdədir maşın? Maşın hardasa bir aydır bizdədir. Amma qohum adam da olubdur, yəni elə bil bizdə Etibarnamədirmi sənəd, yoxsa Bəli. form elətdirdiniz? Yox, etibarnamədir. Sənədlər necədir? 11 aylıq Yəni alqı-satqıda problem yaranmaz ki? Yox, hamısı qaydasındadır sənədlər. Xərc necə? Xərc çəkməmisiniz maşına? Demək olar ki, yox. Elə necə almışsınız o vəziyyətdə? Almış o vəziyyətdə. Yalandan durub niyə böyükdən ataq özümüzə ki, üstünə pul qoyduq, maya qoyduq. Yox, indi elə sol ki, elə alır 3 günün içərisində maşını düzəltdirir, çıxardır Ha da indi xarab olanda elə. elə, xarab olanda elə ola bilər. Mühərrikinə baxdırmamısınız? Ehtiyac yoxdur baxılmağına. Yağ yemir, yağı dəyişdirilib. Səsi də yaxşıdır motorun. Səsi də yaxşıdır, qaçışı da yaxşıdır ondan sonra. Ötürücülər korobkası. Hamısı normal yerində. Qranatlarda da səs yoxdur, yəni başımla cavab deyəm hamısına. Perodok ümumilikdə salamatdır. Hamısı salamatdır. Ekran necədir? Ekranda Yaxşıdır. yəqin ki, iş olmuş olar. Elə belə üzdən, yəni dərin yox, üzdən elə bil ekran üstündə bir-iki dənə toçka var, xırda. Ön təkərləri yaxşıdır. Yaxşıdır. Arxa təkərlər amma zəifliyib. Qabaqlar yaxşıdır, arxalar biraz Polda necə? Çürüyü çoxdur mu? Yoxdur. Pol təmiz. Çöl görünüşündə nə varsa odur. Pol da təmiz. Dəyişilənlərini bilmədiniz? Dəyişirilən yəni məndə olmayıbdır, O yoxdur. təbii ki, bir aya yəqin ki, dəyişməzsiniz. Yəni başım da çıxmaz ki, bu dəyişib ya dəyişməyib. Bu aldığınız adamdan bir soruşardın ki, ay qohum. Valla mən elə maşını gözüm tutursa, deməli götürüb gəlirəm ki, aparıb işlədəcəm. Problem çıxanda da Kosmetik işi yoxdur. Nəyi? Kosmetik işi, kraskalanası yerləri. Cüzi yerlərində elə Cüzi yerində nə deyir, köbələkləmə deyə, yüngül elə bir gözəlləşdirmək üçün. Hə, yüngül var. Aha, şüşələr necə? Aynalar təmizdir. Təmizdir. Çat yoxdur ki? Yox, yox, göz qabağında. Əllə qalxır yəqin ki. Əllə qalxır, hə. Şitin üstündə amma çatlarımız var. Var, 2 dənə çatımız var orada. Oturacaqlar normaldır. Normal. Maşınımızın da ki, qiymətini deyirik 4500-ə. 500-ə razılaşma yolu. 4000 nətərdir? Təklif eləsələr. Baxır o adamına. Hə. Yanımızda alıcımız da var. Bayaqdan bizi gözləyir. Alıcımızla Razılaşmaq uyğunlaşmayacağıq. Hə, ona görə də mən bilirəm ki, o razılaşası deyil. Yəni Bərzəmi hara gəlsinlər? Maşınımızı harda görə bilərlər? Yevlağa. Heç uzaq yerə də yox. Əlaqə nömrəsi. 051 401 9903. Allah bazar versin. Sağ ol, var ol. Allah hamının işinə vand eləsin, biz də onun içində. Amin inşallah. Uğurlar, sağ olun. Sağ ol, var ol. Əmoğlu, Allah xeyir versin. Sağ ol, var ol. 06 maşınınızı satırsınız. Bəli, bəli. Günləri bazarda 06 yaman çoxdur. Vallahi yaxşı 06-ya pul verirlər. Nə oldu? Sənin maşınını almadıq. Yaxşı Yox, deyil. verdilər pulun intihası məni qane eləmədi dənə.
İli nədir maşınımızın? İli 89. 89-un maşını. Nə vaxtdan da sizdən? 3 ildir. Aformut elətdirmisinizmi? Yox, Daverusdur. Siz necə eləyirsiniz? Hər il gedib Hər il alırsınız? Daverus götürürəm də. Və indi satdıq, həmən adamda da veriniz vermədi. Dediniz, ta qurtardıq. Yox, həmin adam qohum adamdır. Alandan sonra xərciniz oldu mu maşına? Alandan sonra 3000 manat xərc etmişəm. Ay maşallah. Nədir o 3000 manat? Ara 3000 manatı motor yığdırmışam, difer almışam, 5 karabkan karabkan dəyişmişsiniz. dəyişmişəm, kraskalatmışam. Onda Belə. belə çıxır ki, motor nə idi? 06-dır. Onda belə çıxır ki, motorda yağ azaltma Yox, yoxdur. bir Səsi yaxşıdır. kaplidir. Karabkadakı 5 Karabkada 5'dir. təmizdir. Təmizi gül kimi. Diferdə də tas səs yoxdur. Heç zat, heç bir şey yox. 6 necədir? Alt da təmizdir. Dəyişmədin polu. Dəyişmişik. Pol da dəyişdi. Dəyişmiş ya. Danqrat yerləri varmı? Hamısı var. Peredok necədir? Peredo təzə yığdırmışam. Səs küyü yox. Heç bir dənədir. Təkərlər də yaxşı. Təkərlər də normaldır. Yəni yaxşı Pis deyil, işlətmək 3 olar. ay, 4 ay olar aldığım. Aha. Maşınımızın dəyişiləni Dəyişilərini valla var. Yəni bir qapı, krel, kapot. bir dənə krel dəyişib, bir də kapot dəyişib. Vurğu olub yəqin. Yox, biraz dəmcili düşmüşdü. Xoşuma gəlmədi, dəyişdim, yaxşısını qoydum. Qəşəng. Kosmetik işi yoxdur ki. Yox, kosmetikası yaxşıdır, yox. Kraskası normal. Qəşəng, yox. Ön alın şüşəsində çatı var sərnişin tərəfdən. Amma Hə, elə o- bilirəm yaşatçılıq eləmir, hə? Yox, eləmir, yox. O birləri salamatdırmı? O birlər hamısı salamatdır. Şitdə vəziyyət necə? Şit də yaxşıdır. Çuxol çəkilib, yoxsa nə Hə, bilir? çuxol çəkir üstünə. Qəşəng. Qəşəngdir, yox. Oturacaqlar necə? Qəşəngdir, normal. Cırıq sökük Heç çəkim. bir dənə normal. Maşınımızın qiyməti neçə? Qiyməti 4000-ə deyirəm. 4-də deyirsiniz. Yəni real alıcı olsa 3-5 versə. 3.8-ə, 3.7-yə verərəm. 3-5-ə verməyək. 3.5-ə verməmişəm, çox adam istəyir. Hansı rayondasınız? Bərdə Qaraqaz kəndi. Uğurlar arzu eləyirəm. Telefon nömrənizi deyin. 051 740 46 33. Bir daha uğurlar qardaş. Sağ ol, var ol. Siz də sağ olun. Allah canını sağ eləsin. Sağ olun. Dəyərli izləyicilər, çoxdandır sizlərə bu cür maşınlar göstərmirik. Bu da Mercedes Vita'dır qardaşım? Vita. Salam əleykum. Allah xeyir versin. Tamam. Mercedes Vita. Buyurun, məlumat verin, biz də elə maşınımızı göstərək. 2003'ün maşınıdır. 2.2 siday dizel. 7+1'dir sənətlə, amma belə bir də artırmaq olar, sirenəsi də var. 23'ə də deyirəm. 23.000 manata deyirsiniz. Hə. Maşınımızın sənədləri nədir? Nə vaxtdan sizdədir bu maşın? Maşın il yarımdır məndədir. Aformut elətdirmisinizmi? Xeyr, Daveruslandır. Etibarnamə ilə Bə, işlədirsiniz. etibarnamə ilə deyil. Alqı-satda problem olmayacaq Ha? ki? Alqı-satda. Yox. Sən tek pasportunu təzə dəyişdirmişəm, təzələmişəm. Necə tip pasport dəyişdirmisiniz? Etibarnamə ilə siz sürürsünüz. Yox, apa getdik Bakıda dəyişdirdik, təzə Daverus aldıq da, etibarnamə aldıq. Maşınımızın altında vəziyyət necədir? Heç Hər şeylə bir də burada deşiyi var, bax bir dənə burada da deyil. Amma qalan hamısı zavod. Nə çürük deşiyidimi, yoxsa nəyin Hə, deşiyidir? çürük deşdi. Balaca bir dənə deşiyi var. Maşınımızın ön təkərləri normaldır, yoxsa Hə, yaxşıdır? yaxşı. Ha, qəşəng təkərlər. Peredok necədir? Əla. Səsi küyü yoxdur ki. Belə sağ sırqadadır. Bunları da yığmışam, bu tərəfini dəyişmişəm. Maşınımızın ön hissəsini göstəririk, bir də digər təkəri, disklər, sadə disklərdir də bunlarda. Bu tərəfdən də alt hissəsini göstərək. İndi qardaşdan xahiş edək, motorxanasını da açdıq göstərək. Bu da maşınımızın mühərriki olan hissəsi. Düzdür, bura biraz kiçikdir, motoru tam Biraz göstərə təmizdir. bilmirik. Neçədir motorun kubu dediniz? 2.2 siday. 2 dizel mühərrikdir. Sadədirmi, turbodurmu? Turbo. Turbo mühərrik. Yığdırmamısınız? Yığılıb 4 ay bundan qabaq. Siz eləmisiniz Özüm onu, yığmışam. Özüm yığmışam, kapitalını yığmışam. Özüm üçün yığmışam. Maşın Necədir? İndi yağ azaltması yoxdur? Yox. Ya vapşı Porsche'unu dəyişməmişəm. Porsche'un nətəri var, elə qalıbdı. Amma balon zalını dəyişdim, təzə qoydum. Noldan. Nə qədər yanacaq işlədir? Deyim də bir 40 manatla mən Bakıya yeyib gəldim. Bərdədən. Bunlarda dizellərdə əsas deyəsən kilometraj deyil, saatla deyir. Nə deyir? Belə bir şey deyirlər. Deyirəm də mən Bakıya 40 manatla sərbəst yeyib gəldim.
Konser varmı bunlarda? Var, var. Yaxşı işləyir. İşləyir, hə. Keçən indi maşınımızın arxa hissəsini göstərək. Korobkası bunun 6. Korobka 6. Mexanikadır. Mexanika 6. Monitor var, arxa kamera var, görüntü. sərnişinlər. Geniş, salon genişdir, bu ekstra longdur, uzunlardandır. Ha, içərisi yaxşı qəşəng genişdir. Hə, bu deyil, bu ayaqların Yəni var. normalda belə olur yəqin ki, sonradan artırırlar, hə? Bir sırada artırırlar Yox, bunlara. bu elə normalı belədir. Lan normalı belədir. Tavanda bəzən necədir? Yığılıbdır, ha, tavan. Qəşəng maşınımızın tavanda. Bunlar yerindən də çıxartmaq oldu da yəqin ki, hə? Bəli, Oturacaqlar. yerindən çıxır, deyib də qaldırdın. Tamamilə söküb, Bəli, başqa qalxdı, böyük deyib yüklər vurmağa. yendidin, qaytardın, çıxartdın, qaldırdın, çıxartdın. Arxada da yenə elə. Bura əlavə bir də var, sənəddə artırmaq lazımdır. Onda olar, bu dəqiqə hal-hazırda 7+1-dir sənədlə. Bir dənə də artırmaq olar, 8+1 eləmək olar. Vay. O birlərdə vəbşi balaca oldu. Bu da arxası, hə, də deyirəm də bu maşınımızın içərisi genişdir. Yox, genişdir, geniş. Ha, bu dediyiniz oturacaq budur. Bəli, bəli. Amma bunun icazəsini alıb qoymaq olar. Hə, buna icazə alıb qoymaq olar. Qəşəng. Örtək arxasında örtək bütöv göstərək. Maşınımızın arxadan görüntüsü. Yəqin ki, kraskalanmış olar da əvvəllər. Kraskalanıbdır. İl yarımından qabaq mən özüm kraskalamışam. Dəyişiləni amma bunlarda bilinmir, hə, yoxsa? Hə? Dəyişilən nəsə soruşmaq lazımdır bunlardakı. Nəsə dəyişilibdimi? Qapı, kril, qapı. Yox, bunda element dəyişməyibdir. Çürüyü, patı yoxdur ki heç. Yox. Var, bir-iki yerdə elə belə xal var. Arxa görüntü kamerası. İşləyirmi görüntü Hə, kamerası? işləyir. Maşınımızın Zapas təkərləri ortasında çək. Zapas təkəri də var, orada görsünlər. ehtiyat təkəri burada. Hə. Arxa təkəri. Bir dənə də altını göstərir mənə izləyicilər üçün. Bir xallar da. Kosmetik işləri bunlar deyirsiniz eləmi? Bəli. O da bir də bir aşağıda bir. Bunlarda əsas çürümə bu hissələrdə olur da yəqin ki. Hə. Salonu da göstərək sürücünün oturduğu kabini. Bunda da. Maşınımızın içərisi. Ha, burada biraz zədəsi var. Bu silinə remont olunmalıdır, oturacaq. Bu oturacaq remontu o birlərinin üstünə çıxıl çəkilməlidir, qabaqlar. Maşınımızın salonu, şiti. Belə zədələr var, amma elə bu maşın üçün 6 skor üstü önə, eləmi? Bəli, 6-dır. 6 skor. Hə qardaş, maşınımızı çəkdik, göstərdik. Maşınımızın qiymətində 22 min deyirsiniz? 23 min. 23 minə deyirsiniz. Elə mənim dilimlə 22 çıxdı. 22 istəyən olsa nə edək? Verəkmi? Danışmaq olar. Biz təklif eləyirik, ha, yəni bizim işimiz odur ki, biz təklif eləyək. İzləyicilər adından görək sizin fikriniz nədir? Onların dediyini. Hansı rayondasınız? Bərdər Nazırlı kəndi. Əlaqə nömrəniz? Bərdər rayonu. Əlaqə nömrəniz? 010 314 68 01. Allah xeyir versin. Hə, bir də texniki baxışı 10 ay qalıbdı. Sığorta da 3 gündür bu günlərim keçirdiyim. Lap yaxşı. 3 günü keçirmişəm. Hə, çox gözəl. Uğurlar. Sağ olun. Sağ olun, çox sağ olun.